Şəkər ölçən cihazdan 7 nəfər həyatını itirib və eyni zamanda nəyə görə gənc diabetli xəstələr mütləq şəkildə ürək müayinələrindən keçməlidirlər. Çexiyada isə insanlar hepatit A-dan ölüb. Onların sayı 32-dir. Bundan əlavə görməmiş kimi bir anda 36 kiloqram ət yeyən adamın aqibəti nə olub, bunu biləcəksiniz. Bu və digər maraqlı xəbərlər STV-dədir. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Azərbaycan Respublikasının Səhiyyə nümayəndəliyi başda nazir Teymur Musayev olmaqla Latviyada görüşdədirlər. Təbii ki, bu görüşlərdə müxtəlif tibblə bağlı yeniliklər müzakirə olunur. Eyni zamanda nümayəndə heyətinin üzvləri bir çox tibb universitetlərində, əczaçı şirkətlərdə və həm də səhiyyə nümayəndələrində görüşlər keçiriblər. İzləyək. Səhiyyə Nazirliyinin nümayəndə heyəti Latviyada. Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayevin rəhbərliyi etdiyi nümayəndə heyəti Latviyanın paytaxtı Riga şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb müəssisələri, elmi tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının fəaliyyəti ilə tanış olub. Azərbaycan nümayəndə heyəti Riga Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin rəhbərliyi ilə görüşüb. Riga Şərq Universitet Xəstəxanasının təcili yardım və pasiyent qəbulu klinikası, eləcə də travmatologiya və ortopediya xəstəxanasına da səfər baş tutub. Bundan əlavə Latviyanın Grindex aparıcı əczaçılıq şirkətinin fəaliyyəti ilə tanışlıq baş tutub. Riga Stradenş Universitetinin Tibb Təhsil Texnologiyaları Mərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri Fakültəsi, eləcə də Uşaq Klinik Universitet xəstəxanasında görüşlər keçirilib. Nümayəndə heyəti Qulbis laboratoriyasında Latviya Tibb İşəgötürənləri Assosiasiyası ilə görüşüb. Səfər Azərbaycan və Latviya arasında tibb elmi, klinik təcrübə və səhiyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayacaq. Çexiyada 32 nəfər hepatit A-dan həyatını itirib. Əslində müalicəsi olan bir virusdur, amma nəyə görə insanlar səhlənkarlıq edirlər, bilirsinizmi? Sadəcə gigiyenik qaydalara riayət etmədikləri üçün. Ayaq yolundan istifadə elədikdən sonra, ictimai nəqliyyatda olandan sonra mütləq şəkildə gigiyenik qaydalara riayət edib əlləri yaxşı-yaxşı sabunla yumaq lazımdır. Çünki viruslar bizi məhv eləməyə qadirdirlər. Biz isə onları sadəcə gigiyenik üsullarla məhv edirik. Ona görə son zamanlarda bilirsiniz ki, müxtəlif şayələr də gəzir. Yeni virusların gəlməyi ilə bağlı hər efirdə deyirəm, gigiyenik qaydalara riayət eləyin. 2025-ci ildə Çexiyada hepatit A virusu ilə bağlı həyata keçirilən monitorinqlərdən sonra açıqlanan rəqəmlər narahatlıq doğurur. Bu il ərzində ölkədə 2880-ə yaxın yeni yoluxma faktı qeydə alınıb. Bu rəqəm 1984-cü ildən bəri ən yüksək göstəricidir. 2024-cü ilə müqayisədə yoluxma sayında təxminən 20 dəfə artım müşahidə olunur. Eyni zamanda virus səbəbindən ölüm halları da xeyli artıb. 2025-də 32 ölüm baş verib, halbuki 2024-də bu rəqəm cəmi 2 idi. Epidemiyanın geniş yayılması ölkə ictimaiyyəti və səhiyyə sistemini təcili tədbirlərə vadar edib. Statistik göstəricilər yaş baxımından müxtəlif qrupları əhatə eləyir. Virusdan ən çox 30-44 yaş aralığında olan yetkinlər zərər görüb. Eyni zamanda uşaqlar arasında da yoluxma hallarına rast gəlinir. Bu səbəbdən Çexiya səhiyyə orqanları peyvənd kampaniyasını genişləndirilməklə yanaşı ictimai maarifləndirməyə başlayıb. Əllərin müntəzəm yuyulması, gigiyenik norma və sanitariya qaydalarına ciddi riayət, ictimai yerlərdə təmizlik tədbirləri və təhlükəsiz su, qida istifadəsi bütün əhali üçün vacib hesab edilir. Ekranda gördüyünüz bu cihaz 7 nəfərin ölümünə səbəb olub. Alimlər araşdırma aparıblar ki, son illər ərzində şəkər ölçən yeni nəsil cihazların yanlış məlumatları sayəsində insanlar fərqli və yanlış olan müalicələr aparır və nəticədə həyatlarını itirirlər. Bəli, texnika həyatımızı asanlaşdırır, bəzən həyatımızı xilas edir, amma təəssüflər olsun ki, bunun tam əksi də olur. Ona görə məhz sağlamlıqla bağlı cihazların mükəmməl və ideal işləməyi həyata əhəmiyyətlidir. Şəkər ölçən cihazlardan 7 nəfər ölüb.
Glukoza ölçən cihazlarda ciddi nasazlıq aşkarlanıb. Bu Freestyle Libre 3 və Freestyle Libre 3 Plus glukometr cihazları istifadəçinin qan şəkərini ölçüb və düzgün olmayan məlumat göstərdiyi üçün səhv müalicəyə səbəb olub. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi və Abbott diabet xidmətləri bununla bağlı ictimaiyyəti xəbərdar edib. Cihaz normaldan aşağı qan şəkəri göstərib, istifadəçi əlavə karbohidrat qəbul edib və ya insulin dozasını dəyişib. Nasaz cihazlar dünya üzrə ən azı 7 ölüm və 736 ciddi sağlamlıq riski ilə əlaqələndirilib. Təxminən 3 milyon cihaz problemli partiyadan çıxıb, onların bəzisi artıq istifadə olunub. Qida və Dərman İdarəsi və Abbott istifadəçilərə cihazın model nömrəsini yoxlamağı, problemli cihazların istifadəsini dayandırmağı və freestylecheck.com ünvanında əvəz üçün qeydiyyatdan keçməyi tövsiyə edir. Xüsusilə gənclər diabet xəstəsidirlərsə, yəni şəkər xəstəlikləri varsa, mütləq şəkildə ürəklərini yoxlatmalıdırlar. Nəyə görə dünyada diabet xəstələri içərisində ürək xəstələrinin sayı çoxdur və yaxud da ürək xəstəliyi olan insanlar, bəlkə diabetiniz var, bunu yoxlatmalısınız? Sualların cavabını bizə Kəmalə Osmanova verir. Gənc diabetlilər üçün təhlükə. European Heart Journal-da dərc olunan geniş miqyaslı Danimarka tədqiqatı diabetli şəxslərdə qəfil ürək ölümü tezliyi araşdırılıb. Nəticələr göstərib ki, diabeti olan şəxslər bu riski daşıyan ən həssas qruplardan biridir. Tədqiqat təsdiqləyib ki, həm birinci, həm də ikinci tip diabeti olan şəxslərdə qəfil ürək ölümü riski əhəmiyyətli dərəcədə yüksəkdir. Danimarkada 2010-cu il üzrə aparılan ümumilli müşahidədə 5,5 milyon nəfərdən toplanmış məlumatlar göstərib ki, diabetli insanlarda qəfil ürək ölümü hallarının sayı daha çoxdur. Birinci tip diabetdə 394, ikinci tip diabetdə isə 681 hal. Ən narahat edici məqam isə gənc yaşda olan diabetli şəxslərdə riskin xüsusilə yüksək olmasıdır. 30-40 yaş aralığında birinci tip diabetli insanlarda qəfil ürək ölümü riski eyni yaş qrupundan olan sağlam şəxslərlə müqayisədə 22 dəfə çoxdur. Araşdırma həmçinin göstərib ki, diabet ürək damar xəstəlikləri, aritmiya, ürək çatışmazlığı və böyrək problemləri ilə də sıx bağlıdır və bu hallar qəfil ölüm ehtimalını artırır. Eşitməyən 7 aylıq körpələr də koklear alətlər sayəsində eşidəcəklər. Məsələ isə burasındadır ki, beynəlxalq müstəvidə bu qulaq cihazlarının 9 aylıq yox, artıq 7 aylıq uşaqlara qoyulması ilə bağlı qərar qəbul edildi. Yəni körpələr analarının, atalarının səsini 7 aylıqdan eşitməyə başlayacaqlar. Düşünürəm, gözəl xəbərdir. 7 aylıq əlil körpələrə eşitmə cihazları qoyulacaq. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası Med-El şirkətinin sinxronik koklear implantının istifadə yaşını 9 aydan 7 aya indirib. Bununla da iki tərəfli dərin sensorinevral eşitmə etkisi olan körpələr səsləri daha erkən yaşda eşidə biləcək. Qərarın klinik tədqiqatlarına rəhbərlik edən Chicago'dakı Lurie Uşaq Xəstəxanasının koklear implantasiya proqramının rəhbəri Dr. Nancy Young bildirib ki, prosedurun 6 aylıq körpələr üçün təhlükəsiz olduğu sübut olunub. Mütəxəssislərə görə erkən implantasiya nitq və dil inkişafına ciddi təsir göstərir. Çünki körpə beyninin ən yüksək dövrü məhz ilk aylara təsadüf eləyir. Koklear implantlar ağır eşitmə etkisi olan pasientlərdə eşitmə sinirini elektrik siqnalları ilə stimullaşdıran qurğulardır. Cərrahi əməliyyat adətən ambulator şəkildə aparılır, cihaz isə xarici nitq prosesoru və daxili implantdan ibarətdir. Həkimlər erkən müdaxilənin uşaqların gələcək kommunikasiya və sosial inkişafı üçün həlledici olduğunu vurğulayıb. Amerika Birləşmiş Ştatında hazırda 180 mindən çox insan, o cümlədən minlərlə uşaq koklear implantdan istifadə edir. Bu görməmişlikdir, yoxsa mükafatı qazanmaq üçün əzm? Sualın cavabını bizə siz verin. Sosial şəbəkələrdə bizi izləyirsinizsə, mütləq fikirlərinizi yazın. Amma və lakin, bir oturuma 36 kiloqram ət yeyib, üstündən də gedib başqa bir challenge-a qoşulub, başqa yeməklərdə iştirak eləmək və mən çox yaxşıyam demək, nəticəsi nə olub bilirsinizmi? Bilmirsiniz. Baxın, biləcəksiniz. 36 dəqiqəyə 2 kilo ət yedi, xəstəxanalıq oldu. Böyük Britaniyanın Devon qraflığında olan fitness məşqçisi Rhys Chetfield Cattleman's Steakhouse-da 2 kiloqramlıq ət
kartof və soğan halqalarından ibarət 6000 kalorilik porsiyanı cəmi 36 dəqiqəyə bitirib. Bu ağır porsiyadan sonra özünü yaxşı hiss etdiyini desə də, ertəsi gün səhər şiddətli qarın ağrısı, qusma və halsızlıq başlayıb. Buna baxmayaraq Riz axşam 2,5 kiloqramlıq balıq və fri porsiyası ilə növbəti challenge-a girişib. Yürüşdən sonra vəziyyəti daha da pisləşib. Gecə boyunca qarın şişkinliyi və yüksək hərarətdən əziyyət çəkib. Dostları onun rənginin solduğunu görüb xəstəxanaya aparıb. Həkimlər mədədə böyük miqdarda həzm olunmamış qida aşkar edərək onu rehidratasiya edib. 4 saatlıq müalicədən sonra gənc evə buraxılıb və həmin axşam 38 ədəd doyuq naggetsi və böyük porsiya fri yeyib. Hadisə sosial şəbəkədə müzakirələrə səbəb olsa da, Riz bunun ona dərs olduğunu, lakin qida yarışlarının tam dayandırmaq niyyətində olmadığını bildirib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.